hoş gelmişsiniz. Beni tanıdınız da. Bəli, Paşa Paşayeviç, Paşaoğlu Əhməd bəy xanlı. Ana tərəfdən xanam, ata tərəfdən bəy. İndi bir sual elə bilərsiniz. Axı İlham Nami Kemal'ın yubileyində sənin nə işin var? Onu demək istəyirəm ki, İlham Nami Kemal məni aparıcılıq eləməyə dəvət edib. Bəh. Ve birazdan özü de gelecek. Oyla beraber ulduzlar da, onun qonaqları ulduzlar da gələcəklər. Ümumiyyətlə, yüksək səviyyədə bu tədbiri mən keçirəcəyəm. İcazə ver, mən bu dəqiqə gedib hazırlaşım. Bu dəqiqə. Xalq artisti, şöhrət ordenli, prezident təqaüdçüsü İlham Namik Kemal'ın yubileyi yüksek seviyede keçirilmelidir. Eşittin? Bu filankəsovdur, narahatçılıq keçirir. Hörmətli filankəsov, narahat olmayın. Necə deyərlər, yubiley tədbiri kərə yağı kimi keçəcək, kərə yağı kimi. Bağışlayın, sizi narahat eləyirik. Bəli. Bizə Bax telekanalından gəlmişik. Sizə baxın. Bəli. Bəs sizə? Radar telekanalından. Radara düşmüşsünüz. Çox sağ olun, çox. Bizə bax, devizimiz belədir. Bizə baxana baxırıq, baxmayana şaka yapırıq. Yo, təhlükəli kanaldır ya bu ya, çox təhlükəli kanaldır. Onların telekanalına hiç kim baxmır. Ancaq özləri, odaki montajda. Başa düşdüm. Bir dəqiqə, başa düşə bilmirəm. 3 nəfərin yubileyi bir gündə necə keçirilir? Doğrudan. İlhamın, Namiqin yoxsa Kemal'ın? Bir dəqiqə. Aralarında deyəsə Cəfər də var idi. Görün, bu da bizim televiziya jurnalistləri. Ay balam, hamı burada bilir ki, İlham Nami Kemal bir adamdır. Bəli, İlham adıdır, Nami Kemal da onun atasının adıdır. Başında Azərbaycanın görkəmli sənətkarıdır. O qardaşı, o Cəfər Nami Kemal, bəli, o da onun doğma qardaşıdır. O da xalq artistidir, başa düşdük. Siz xalq artisti. İlham Namik Kemal haqqında. Nə deyə bilərsiniz? Bu dəqiqə mən icazə verirsiniz, mən deyim. Buyurun. Canik və canikələr. Mən Paşayev sizə İlham Nami Kemal haqqında məlum olmayan məqamlardan danışacağam. İlhamla 40 ildən çoxdur ki, tanışıq. Bizi xalq yazıcısı Anar, bəstəkar Emin Sabitoğlu və gözəl rejissorumuz Ramiz Həsənoğlu Evləri Köndələn Yar film tamaşasından tanış ediblər. Ramiz müəllim buradadır. Ramiz müəllim. Yoxdur Ramiz müəllim. Eyb yox, Ramiz müəllim utancaqdır, gizlənib aradasa, eyb yox. Mən belə deyim, deməli, İlham Nami Kemal Hacıqarıya baxanda əl açıqdır. Meşədivada baxanda xəsis. Qəmloya baxanda ürəyi yumşaqdır. İlham Nami Kemal Fransada anadan olsaydı, onun tərəf müqabili Louis de Funès olardı. Bəli. Əgər Türkiyədə anadan olsaydı, onun tərəf müqabili Şaban olardı. Əgər Rusiyada anadan olsaydı, onun tərəf müqabili Nikolin olardı. Amma məsələ ondadır ki, vətəni və valideyni seçmirlər. O Azərbaycanda anadan olub. Bəli. Əsli gözəl Şamaxının Sarı Torbaq məhəlləsindəndir. Deməli, onun tərəf müqabili Nəsibə Zeynalova. Əlyağa Ağayev, Hacı İsmailov, Ağa Sadıq Gəraybəyli, Cahangir Novruzov və bir çox Azərbaycan sənətkarları olur. İlham Nami Kemal'ın mən sizə bir söz deyim. Səsi də var, plastikası da var. O müğənni də ola bilərdi. Amma İlham Nami Kemal teatr, radar. Eşidirəm sizi, qulağım sizdədir. Mənə bax. Bizə bax, sizə baxıram da ki, o 55 ilini teatr sənətinə sadiq oldu. Maraqlı bir sual. Bəli, buyurun. Həmişə cavan olan İlham Nami Kemal'ı kimlər qocalda bilər? Kim?
piyada o atlı, bulut oldu kanadlı, saçlarımı ağarttı, kızlar kocattı beni. Ben piyada o atlı, bulut oldu kanadlı, saçlarımı ağarttı, kızlar kocattı beni. Naz naz kocattı beni, ceyran kocattı beni, lema kocattı beni, kızlar kocattı beni. Turna kocattı beni, Oля kocattı beni, Zulia kocattı beni, kızlar kocattı beni. Yüreğime o doldu, kederime şad oldu, özgesine ad oldu, elde kızarttı beni. Yüreğime o doldu, kederime şad oldu, özgesine ad oldu, elde kızarttı beni. Zema kocattı beni, Gonca kocattı beni, Eya kocattı beni, kızlar kocattı beni. Güzel kocattı beni, Bela kocattı beni, Rufa kocattı beni, kızlar kocattı beni. Hasretinle döyündüm, demir idim, eğildim, ben kocalan değildim, kızlar kocattı beni. Hasretinle döyündüm, demir idim, eğildim, ben kocalan değildim, kızlar kocattı beni. Moral kocattı beni, Sura kocattı beni, İra kocattı beni, kızlar kocattı beni. Turaç kocattı beni, Zoya kocattı beni, Fira kocattı beni, kızlar kocattı beni. Aman kocattı beni, yaman kocattı beni, kocattı beni.